Keçirenler vatandaşlar. Bugünkü leksiyalarımızı başlaymayız hürmetli vatandaş. Leksiyada sıra giriyoruz. Washington'da sözleyimiz. Bugün Çizlaq 2022 yıl 2. ayının 11. günü. Bugünkü vəziyyətdən etsək, Amerika Qoşmuş Ştatları başçılığıdır Qərb dünyası, yani Avropa İttifaqı əza dövlətlə həmdə 7 dövlət qırayı birləşib digidək Rusiya Federasiyası dövlət və yak hökumətini sodada itibar beriş siyasi dairəsindən çıxarıb etdi. Yakında aytqanda sodada itibar beriş imtiyazını, tertiplerini Rusiyanın qoludan tartıb aldı. Bu iqtisadi cəhətdəki zərbə, yəni bir qətim yetib gələn zərbə. Vətəndaşım, bugün şununla alaqadar mavzular sizlərə leksiya sözləyimiz. Birinci mavzumundaq Polşa çiğrası ormanlıqları da Amerika armiyası asasda Ukrayna uruş meydanına yakınlaşmakta. Mavzula xəbər üçüncünün 11. günü Amerika avazının Xitay dili proqramı ilan qılındı. Xəbər mındaq başlandı. Polşa Arlamu Amerikadan gələn Amerika quruqluq armiyası 82. Patriotçular qismi bir neçə yüz əskeri qoşun Polşanın şərqidəki ormanlıq, tağlıq rayonga orlaşdırıldı. Bu yer Ukrayna çiğrasıga bir neçə kilometrlik kilidir. Bu yer ulanın turğan ornu, yani Rusiya yakında Ukraynanın qərbida hücum qılğan nişanga yaqı yerga doğru kelidir. Bu askeri qism yaqinqi həftələrdə Polşaga əvətilgən 5000 kişilik askeri qismның bir qismidir. Bundan buran Amerika Polşaga 4000 kişilik askeri qism orunlaşdırğan idi. NATO mundaq görsətdi. Bu asker yötke şərkdə Moskvaga bir uçar. Yani o bolsa NATO'ga əza ittifaqdaşlar bir g'eriç yerdimi qoğdaydı deydiğen uçarına yetkizdi. Qiziq liniya. Küçük mavzu. Lekin kişiler Rusya ile Amerika o'ttirasida to'qinish yuz berib qolarmı deb ansirashga başladı. Bundaq ahvoldan saqlanish uchun aloqalashib turish yo'llarimi ochilib bo'ldi. Bəzilə əgər vəqələrin tərəqqiyatı eşib ketsə, Şərqi Avropa turvatqan NATO qismləri hücum qilish nişanıqa aylanıb qalıdı deb ənsirəydi. Washington Brezhnevskiy tədqiqat cəmiyyətinin tədqiqatçısı Konstanz mundaq görsətdi. NATO yanıla Ukrayna tuprağıda uğraşqa arlaşmayımız deb ifadə bildirsimi, biroq texmi köp Qərb dünyası hərbi qural yaraqları NATO'ga əza dövlətlər arqalıq Ukraynaga eqib kirməkdə. NATO yanıla Ukrayna tuprağıda uğraşqa arlaşmayımız deb ifadə bildirsimi, təkrarlayımız. Biroq texmi köp Qərb dünyası hərbi qural yaraqları NATO'ga əza dövlətlər arqalıq Ukraynaga eqib kirməkdə. Qısqacha aytqanda, hozir muhokamada turayotgani ma'lum darajada Prezident Vladimir Putin NATO'nun territoriyasida NATO qismlariga yadro qurolları ishlatamdi yo'q degan mesele bu muhakeme üstüde turvatıdır. Ondaqda bu dünya yeni bir dünya bulup kalır. NATO'nun siyaset belgeleşken məs oğlu sabık erbabı
Fabrez mundaq ko'rsatdi. NATO yadro popozisi ishlatib, mas'uliyatdan qochiman degan kishilarga hargiz yo'l qo'ymaydi. O mundaq ko'rsatdi. Hozirgacha Vladimir Putinning yadro popozi ishlatishiga yo'l qo'yish intayin zo'r xatolik deb qarayman. NATO biz to'qinishga aralashmaymiz deb arqa-arqadan ifoda bildirdi. Fabrez mundaq dedi. NATO texmi ko'p harakat qo'llanishi lozim. Hech ish qilmaslikning xatarini tunib yetdikmi? Agar tarixni eslab boqadigan bo'lsam, amaliyat yuqori ovoz bilan NATO a'zo davlatlarni qo'llashimiz kerak, lekin bizning burchimizning NATO'ning chegarasi bilan to'xtab qolishi. Men bundaq to'xtab qolishni xatarni endi qabul qilg'ili bo'lmaydi deb qarayman. Men bundaq to'xtab qolishdan keladigan xatarni endi qabul qilg'ili bo'lmaydi deb qarayman.